Bugün sayıları kritik həddə azalan hansı növlərdir? Təbii su hövzələrində deyirsinizsə, ən çox çəkikimlər olub. İstəyir Xəzər dənizində, istəyir daxili su hövzələrində, iki su hövzəsindən birgə olan istifadə oluna biləcək növlərdən danışırıqsa. Amma Xəzər dənizində isə həcm nöqteyi nəzərdən ən böyük həcmcə ovlanan kilkələr olub ki, 3 növ kilkə Xəzər dənizində mövcuddur. Bu Ançovs kilkəsidir, Böyükgöz kilkədir və sadə sahil kilkəsidir. Ən ciddi və böyük təhlükədə olan bölgədir. Bəli. İkinci yerdə Kələmodur. Bir çox bizim tamaşaçılar heç bu növün adını belə eşitməmiş olurlar. Çox belə uzun illərdir qırmızı kitabda olmuş, ehtiyatları ciddi şəkildə tükənmiş, zamanında Kür çayına girib kürləməsinə baxmayaraq bu günləri cinsi yetişkənliyə çatmış fərdlərin son ovlandığı mənim belə xatırımda. Yəni artıq nəsli tam kəsilibdir belə çıxır. Kəsilib deyə bilmərik. O kəsilib demək üçün bir elmi əsas olmalıdır. Bəli. Amma kəsilməkdədir desək daha doğru olar. 1930-cu ilə qədər Kür çayı beynəlxalq bazara çıxarılan qara kürünün təxminən 52%-ni verib. Həmin dövrlərə aid olan statistik məlumatlarda ovlanan balıqların təkcə 300 min başa qədəri nərə balığı olduğu qeyd edilib. Dünyada nə qədər nərə ehtiyatı varsa, onun 70-80%-i Xəzər dənizindədir. Xəzər dənizində olan da nərələrin 80-90%-i Kürlə bağlıdır. Yəni kürünü Kür çayına tökürlər də bu balıqlar? Bəli, əksər növlər Gürcüstana qədər qalxdıqları vaxtlar olub. Həm növ zənginliyi, həm də ən qiymətli növlərin burada olması. Bizim sularda dünyanın deyiləm ən qiymətli növlərindən olan nərəkimlər, sonra Xəzər qızıl balığı, hansı ki Xəzər qızıl balığının Kür populyasiyası digər qızıl balıq populyasiyaların hamısından ölçülərinə görə iri olan fərdlər olub ki, Kür çayında ovlanan deməli Xəzər qızıl balığının kütləsi 51 kiloqrama qədər olub. Azərbaycan sularında 112 növ, yarım növə yaxın balıq var. Bu növlərin içərisində 50-yə yaxını əmtəy keyfiyyəti olan növlərdir. Bəli. Əmtəy keyfiyyəti, yəni insanlar tərəfindən qida kimi istifadə olunur. Yerdə qalan növlər 60-a yaxın növ, bunlar vətəgə əhəmiyyəti olmayan növlərdir. Onlar ən çox aiddir xul kimilər, sonra ilişkən kimilər var, sonra çılpaqcalar var. Bunlar hansı ki vətəgə əhəmiyyəti olmayan növlərdir. Sonra çəkimi balıqlardan gümüşçələr, bir neçə növ, bunlar vətəgə əhəmiyyəti olmayan növlərdir. Bu, deməli, Azərbaycan faunasında rast gəlinən növlərin azalma səbəbləri çox olur. Alimlərin araşdırmasında qeyd edilir ki, 1913-1921-ci illərdə Xəzərin bütün çay məcralarında ovlanan nərə balıqlarının 61%-i Kür çayının payına düşüb. Maraqlıdır ki, tutulan balıqların içərisində 250-400 kiloqrama qədər olan balıqlara da rast gəlinib. Ötən əsrin ortalarından başlayaraq Kür çayında balıq təsərrüfatının ziyan görməsi və sayının kəskin azalmasına səbəb olan əsas amil bu çayın üzərində tikilən bəndlər olub. Kür çayı Azərbaycanın əsas şirin su ana arteriyasıdır. Təbii ki, Türkiyə dağlarından başlayaraq, Gürcüstan ərazisindən keçərək Azərbaycanın bütün ərazisini qərbdən şərqə qədər kəsir və sonda Xəzər dənizinə tökülür. Burada yarım keçici və keçici balıqlar üçün əsas kürtökmə əraziləri Kür çayındadır. Bəli. 50-ci illərdən başlayaraq Kür çayında silsilə su anbarları, sənayeləşmə başladı o vaxtlar, Böyük Azərbaycanda sənaye müəssisələri yarandı. Azərbaycanda bu iqtisadi, o zamanki böyük iqtisadi inkişafın tələblərin, enerji tələblərini qarşılamaq üçün böyük hidroelektrik stansiyaları inşa olunmaq məcburiyyətində qaldı. Amma burada da təbii ki və çox təəssüflər olsun ki, təbii ehtiyatlarımıza dəymiş ziyan da kifayət qədər böyük oldu. Və ən çox təsirlənən də burada balıqçılıq. Əlbəttə ki, ən çox təsirlənən balıqçılıq. 1953-cü ildə Mingəçevir su elektrik stansiyasının istifadəyə verilməsi və sonraki illərdə çayın üzərində digər hidrotexniki qurğuların quraşdırılması Kür çayında balıqların yuxarı axara doğru miqrasiyasının qarşısını tamamilə kəsib. Balıqlar öz təbii kürləmə yerlərindən əbədi məhrum olublar. Çayların üzərində bəndlərin tikilməsi, çayların təbii yolla
dənizə tökülməsində. Kür çayından başqa da bizim çaylarımız var da, onlar Xəzər dənizinə tökülürlər. Əksər çaylarımızın borularının içərisinə alınıb dənizə tökülür. Hansı ki, onlarla balıqların keçmə imkanları yoxdur. Və yaxud da magistral yollar çəkiləndə körpülərin altında elə betonlar quraşdırılıb ki, orada balıqların keçidi nəzərə alınmayıb. Bütün bunlar balıqların təbii çoxalma yerlərinin gəlib çıxmasına maneçilik törədir. Sonra kənd təsərrüfatının inkişafı ilə əlaqədar suvarma məqsədi ilə sulardan geniş istifadə olması, bu da təbii su hövzələrində aydın məsələdir ki, balıq ehtiyatlarının azalmasına gətirib çıxarır.